Salam, xoş gördük dəyərli Cəbhə TV izləyiciləri. Canlı yayında salamlayıram hər birinizi. Adət üzrə bir siyasi gündəmi müzakirə edəcəyik. Ölkə gündəmində əsas vacib məsələ isə Azərbaycan-Almaniya məsələsidir. Cənab prezident İlham Əliyevin Almaniya səfəri və orada keçirdiyi görüşlər, eyni zamanda verilən bəyanatlar, səslənən fikirlərlə bağlı müzakirəmiz olacaq. Studiyanın qonağı isə millət vəkili Jalə Əliyevadır. Jalə xanım, xoş gəldiniz. Salamlayıram Təşəkkür edirəm. Xoş gününüz olsun. Jalə xanım, əvvəlcə başlamaq istəyirəm Almaniya-Azərbaycan münasibətlərindən. Zamanında Almaniyanın Azərbaycana qarşı münasibətləri o qədər də isti deyildi. Amma son dövrlər müşahidə edirik ki, Almaniya özü məhz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır. Hətta bunu dəfələrlə ən yüksək səviyyədə bəyan ediblər. Bu gün də artıq həmin cənab prezident İlham Əliyevin Almaniya səfərindən sonra səslənən fikirlər bunu bir daha deməyə əsas verir ki, Almaniya məhz özü Azərbaycanla əməkdaşlıqda maraqlı tərəf kimi çıxış etdi. Azərbaycan da təbii ki, hər zaman əməkdaşlığa, bərabər hüquqlu əməkdaşlığa önəm verdiyi üçün bu əməkdaşlığa müsbət cavabını vermiş oldu və artıq Azərbaycan Almaniyaya qaz nəqlinə də başlayıb, enerji siyasətində də dəstəyini verir. Kifayət qədər maraqlı bir mənzərə yaranıb. Bu haqda da fikirlərinizi almaq istəyirəm əvvəlcə, ümumi münasibətlər və orada baş verənlər. Təşəkkür edirəm. Mən həm dəvətə görə təşəkkürümü bildirmək istəyirəm, həm də yeri gəlmişkən elə dünən biz mətbuatın növbəti ilk önlüyü 51-ci ilini qeyd elədik və fürsətdən istifadə edərək bütün mətbuatımızı, bütün sağlam düşüncəli, sağlam ruhlu, hər bir zaman dövlətinin, ölkəsinin, xalqının yanında olan, öz düzgün informasiyaları ilə düzgün yolda olan hər bir mətbuat nümayəndənizi təbrik etmək istəyirəm. Təşəkkür edirəm. Siz də daxil olmaqla və uğurlarınızın davamını arzulayıram. Və əlbəttə son günlərdə sadəcə Azərbaycan deyək ki, mediasının və cəmiyyətinin deyil, ümumilikdə dünya mediasının əhəmiyyətli gündəminin əhəmiyyətli bir yerində gəlir. Cənab prezident İlham Əliyevin Almaniya Federal Respublikasına səfəri və burada keçirilən görüşlər. Əvvəla onu da qeyd etmək istəyərdim ki, sanki tarix təkrarlanır. Tam 30 il bundan əvvəl deyərdim ki, çox milyonlu tamaşaçılarımız unutmamış olarlar. Bir daha hadisələri yeniləmək istəyirəm. 1996-cı ilin, elə o da iyul ayında təsadüf edib, görün nə qəribə bir təsadüf. 1-4 iyul tarixləri arasında Ulu Öndər Heydər Əliyev deməli Almaniyaya ilk rəsmi səfərini həyata keçirdi və bu səfər çərçivəsində onun Almaniyada çox əhəmiyyətli görüşləri baş tutmuşdu. O zamanki deməli prezidentlə, kanslerlə, Xarici İşlər Naziri ilə, Bundestagın rəhbərliyi ilə, eyni zamanda Azərbaycan deməli Almaniya təşkilatları, diaspor təşkilatları ilə və hətta orada bir forum təşkil edilmişdi. Və düşünürəm ki, həmin günlərdə əsası qoyulan, təməli qoyulan bu iki tərəfli münasibətlər sonraki illərdə də təbii ki, çox uğurla davam etdirildi. Zaman-zaman deyək ki, bu münasibətlərdə müəyyən deyək ki, Almaniya tərəfindən hansısa bir soyuqluq, hansısa belə deyək ki, qərəzli yanaşma, ədalətdən biraz qaçma prinsipləri olubsa da, amma bugünkü günümüz bunu göstərir ki, və cənab prezidentin səfər əsnasında baş verənlər, imzalanan protokollar, müqavilələr, çıxışları irəli sürülən fikirlər, bütün bunlar ona deməyə əsas verir ki, Almaniya bugün Azərbaycanla strateji tərəfdaşlığı inkişaf etdirmək və daha yüksək səviyyələrə çatdırmaq niyyətindədir və bu niyyətini açıq şəkildə göstərdi. İstər mətbuat konferansında, istər iki tərəfli, istər geniş tərkibli görüşlər və müzakirələr zamanı biz Almaniyanın Azərbaycanla bir həqiqi mənada strateji müttəfiq olmaq arzusunda olduğunu və artıq bu münasibətlərin belə deyərdim ki, iki tərəfli münasibətlərdən daha çox, ondan ziyadə institutlaşmış bir şəkildə, böyümüş bir şəkildə, daha qabarıq və daha çox sahələri əhatə edən bir şəkildə inkişaf edəcəyini bu görüşlər göstərdi. Yəni, bugün Almaniya ilə Azərbaycan arasında, bu günlərdə Almaniyada istər müdafiə sahəsində, istər təhsil sahəsində, yəni bir-birindən çox fərqli sahələr, istər iqtisadiyyat, sənaye, mədəniyyət sahəsində və sair sahələrdə əməkdaşlığa dair
danışıqlar aparıldı ki, bunlar da əlbəttə ki, birmənalı olaraq Azərbaycanın həyata keçirdiyi uğurlu diplomatiyanın, Azərbaycanın həyata keçirdiyi uğurlu beynəlxalq əməkdaşlığın çox parlaq bir nəticəsi olaraq həm də qiymətləndirilməlidir. Azərbaycanın uğurlu enerji siyasətinin də bir göstəricisidir bu. Biz artıq 14 Avropa ölkəsinə qaz ixrac edirik. Xüsusi qeyd etdik Bəli, bu bunu. çox önəmli məsələdir. Niyə bu daha çox önəmlidir? Hətta biz Amerika-İran müharibəsi bu gün də davam edir. O müharibə çərçivəsində ənənəvi daşıma, yəni boru xətti ilə qaz nəqli çox önəmli olduğunu bir daha göstərdi ki, bu da birinci sırada Azərbaycan qərarlaşır. Yeri gəlmişkən boru nəqliyyatı ilə qaz nəqlində digər dəniz və limanlar vasitəsilə, digər vasitələrlə daşınan məhsullar daşına bilmədi. Bəli. Bu müharibə onun qarşısını almış oldu və Azərbaycan həm də bu barədə təhlükəsizlik barəsində çox önəmli bir ölkə. Tamamilə doğrudur. Yəni ölkələr stabil, əmin-aman, gələcəyi parlaq olan ölkələrlə işbirliyi qurmağa çalışırlar, müttəfiq olmağa çalışırlar və Azərbaycan bugün istər coğrafi yerləşim baxımından şərq ilə qərbin, cənubla şimalın tam ortasında bir mərkəzdir, bir əhəmiyyətli bir körpü rolunu oynayır, əhəmiyyətli logistik mərkəzdir. Azərbaycan stabil bir ölkədir. Azərbaycan bölgədə və dünyada öz sözlü demiş, qələbə çalmış bir ölkədir. Azərbaycanın iqtisadi sənaye potensialı durmadan inkişaf edir və əhəmiyyətli məqamlardan biri də qeyd etdiyiniz kimi Azərbaycanın bugün Avropaya qaz və neft ixrac edən çox əhəmiyyətli bir ölkə olması da, yəni bunu Azərbaycanın üstün bir səviyyəyə gətirir və yeri gəlmişkən elə mətbuat konfransında da Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan bugün Avropanın ondan çox ölkəsinə qaz ixrac edir, neft ixrac edir və yaxın zamanlarda yaşıl enerji ixracatı da dedi, baxılacaq yaşıl enerji ixracatı məsələlərinə və istiqamətlərinə də baxılacaq. Bu da əlbəttə ki, həqiqətən də çox əhəmiyyətli, çox ciddi məqamlardır. Gəlmişəm, həmin o mətbuat konfransında xüsusi diqqət çəkən məqamlardan biri də Azərbaycanda Almaniya və Rusiyanın keçmiş əməkdaşlarının, yəni hakimiyyət nümayəndələrinin gizli bir görüşü olub. Cənab Prezident İlham Əliyev ona münasibət bildirdi və bildirdi ki, bu görüş həqiqətən də bizim Azərbaycanda məlumat aldıq Dövlət Sərhəd Xidmətindən və baş tutub həmin görüş olub. Burada bəzi birmənalı olmayan fikirlər səsləndi, gizli görüş və s. kimi məsələlər. Amma burada məncə ön plana çıxacaq məsələ Azərbaycanın təhlükəsiz olduğunu nəzərə alaraq bu cür görüşləri, diplomatik görüşlərin daha doğrusu görüşlərin keçirilməsi üçün Bakının seçilməsi sizə təsadüfdür, yoxsa həqiqətən Bakı təhlükəsizdir, yəni bu məsələdə. Çünki indiyə qədər biz kifayət qədər beynəlxalq tədbirlərə ev sahibliyi eləmişik, beynəlxalq görüşlər keçirilib burada, kifayət qədər öz nüfuzumuzu göstərmişik də dünyaya əslində. Niyə gəlmişəm COP29-un elə keçirilməsi, nəyə bütün hər şeyə cavabdır əslində. Bəli, bu fon üçün keçirilməsi, beynəlxalq şəhər salma forumu. Belə deyək ki, sadalamaqla bitməyəcək dərəcədə sayı çox olan biz beynəlxalq tədbirlərə açıq bir şəkildə ev sahibliyi etmişik. Minlərlə, 10 minlərlə insan qəbul etmişik eyni anda. Bunların içərisində çox sayda dövlət rəhbərləri olub, eks-rəhbərlər olub, böyük təşkilatların, institutların rəhbərləri olub və əlbəttə ki, hər səfərində Azərbaycanın, belə deyim ki, ev sahibi olaraq seçilməsi, hər hansı böyük forumlarda ev sahibliyi etməsi üçün Bakıya üst tutulması əlbəttə ki, birmənalı olaraq Azərbaycanın daxilində mövcud olan stabillikdən xəbər verir, Azərbaycanın dünyaya açılımından xəbər verir, Azərbaycanın tolerantlı və demokratik ənənələrə sadiqliyindən xəbər verir və ona görə də deyək ki, burada da hansısa bir daha kiçik çaplı görüşün keçirilməsi də, o keçirilməsi üçün də yenə Azərbaycanın məkan seçilməsi, bu Azərbaycanın tərəfsiz, stabil, düşünülmüş, balanslı olaraq həyata keçirdiyi siyasətin nəticəsi kimi qəbul edilməlidir. Yer gəlmişdə nədə Rusiya-Ukrayna danışıqlarının harda keçirilməsi məsələləri də müzakirə mövzusudur. İki ölkənin adı çəkilir, Türkiyə və Azərbaycanın. Bu da elə əslində
bizim dediyimiz məsələnin daha bir Bu da nümunəsidir əlbəttə əslində ki. böyük bir Bəli, inamdır, böyük bəli. bir etimaddır bu şəkildə Azərbaycanın seçilməsi. Təbii. Mən Almaniya məsələsinə qayıtmaq istəyirəm yenidən. Yer gəlmişkən orada Almaniyada keçirilən görüşlərdə daha bir maraqlı məqam ortaya çıxdı. Söhbət nədən gedir? Azərbaycan prezidentinin qarşılanma mərasimi o görüntülərdən gözlənilirdi. Yəni kifayət qədər yüksək səviyyədə təşkil olunmuşdu. Amma bu biraz məsələn mən bir yazı gördüm. Yazıda maraqlı bir qeyd var idi. Almaniya enerjiyə ehtiyacı var deyə Azərbaycana xüsusi diqqət göstərir deyə bir məqam var idi. Alman mətbuatı. Bəli. Burada mövcud hakimiyyətlərin münasibətlərə təsir məsələsinə toxunmaq istəyirəm. Xatırlayırsınız, Şuşada keçirilən 4-cü qlobal media forumunda cənab prezident bir çıxış elədi Amerika ilə bağlı ki, biz Amerika ilə strateji əməkdaşlığı ən yüksək səviyyədə inkişaf elətdirmişik, münasibətlərimiz çox yaxşıdır. Amma biz Biden hakimiyyəti dövründəki münasibətləri də bilirik. İndi Merkel hakimiyyəti ilə indiki Merz hakimiyyəti arasındakı fərqi görmək olurmu, yəni Azərbaycana münasibətdə? Bilirsinizmi, ölkələr arası münasibətlər əlbəttə bir günün söhbəti deyil. Təbii. Əlbəttə ki, bir anda qurulmur. Buna illər lazımdır əlbəttə. Buna böyük bir təcrübə lazımdır. Buna yatırım lazımdır. Hər mənada yatırım. Yəni beyin düşüncə yatırımından tutmuş, elə kapital yatırımına qədər və o dediyiniz biraz əvvəl toxundunuz mətbuatda, Alman mətbuatında yazılan. Yəni bilirsinizmi, hər bir ölkənin təbii ki, digər ölkə ilə siyasi münasibətlərinin təməlində eyni zamanda iqtisadi münasibət, iqtisadi maraqlar dayanır. Bunu da normal qəbul etmək lazımdır. Yəni ölkələr belə deyim ki, tək şəkildə, individual şəkildə heç bir zaman inkişaf edə bilməzlər və ətrafdan deyək ki, xaric olmuş bir şəkildə inkişaf edə bilməzlər. Təbii ki, bir ölkənin inkişafı üçün münasibətlərin qurulması çox vacibdir və elə bu baxımdan da yanaşanda Almaniyanın özü üçün də bütün dövrlərdə Azərbaycanla əlaqələrin qurulmuş olması və inkişaf etdirilməsi düşünən ki, vacib amillərdən biri olub. Amma gələk ki, hakimiyyətlərə gəlincə, təbii ki, əslində bir daha demək istəyirəm ki, ümumi siyasəti deyək ki, hakimiyyətlər idarə etmir, istiqamətlər belə deyək ki, artıq yazılmamış bir qanunu var bu diplomatik münasibətlərin və müəyyən beynəlxalq münasibətlər, beynəlxalq tələblərə cavab verərək münasibətlər qurulur, rəhbərdən asılı olmadan. Amma konkret olaraq biraz da konkretləşdirib sırf Azərbaycan-Almaniya münasibətlərinə toxunsa, əlbəttə ki, Azərbaycan ümumiyyətlə tək Almaniya ilə yox, bütün istər bölgə, istər Avropa, dünya ölkələri ilə münasibətlərinin bir xronikasına, xronologiyasına baxaq. Azərbaycan 93-cü ildən etibarən davamlı olaraq istər qonşuları ilə, istər uzaq şərqlə, uzaq qərblə hər bir zaman balanslı bir siyasət həyata keçirməyə çalışıb və buna nail də olub hakimiyyətdə kimlərin olmağından asılı olmayaraq. Hətta deyək ki, Azərbaycana qarşı hədiyyanlar yağdırıldığı, qərəzli münasibətlərin olduğu, ikili standartların ortaya çıxdığı, yaxın keçmişimizdə bunu yaşadıq. Elə ən azından Qarabağla bağlı problemlərdə, münaqişənin çözümündə nə qədər tək tərəfli bir istiqamət tutduqlarını, ədalətsiz prinsipləri gördük. Aşba bu gün də davam elətdirir siyasətini. Bəli, və cənab prezident çox açıq şəkildə söylədi, biz Birləşmiş Millətlərin qətnaməsini tək başına qarşı tərəfsiz yerinə yetirməli olduq. Bəli, Aşbanın yəni artıq mövcud olub-olmaması məsələsi, yəni buna gərək varmı bu təşkilatın qalmasının, elə münaqişənin özünün ən ağır zamanlarında belə, gərgin zamanlarında belə gündəlikdə idi. Bizə bu təşkilat lazımdırmı? Bu təşkilat əgər bölgəyə ancaq turist səfərləri edirsə, ancaq bir tərəfli mövqe tutursa, biz bu təşkilatla necə irəliyə gedə bilərik, necə bu münaqişəni həll edə bilərik? Ona görə də əlbəttə ki, və bugün əgər Almaniya rəhbərliyi, onun kansleri Azərbaycanla bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını və
Azərbaycan sülh yaratma prosesində yanımızda olduğunu açıq şəkildə bəyan edirsə, bu əlbəttə ki, yenə də deyirəm, böyük bir uğurdur və bu hazırki bu iki tərəfli münasibətlər düşünürəm ki, tarixən mövcud olan münasibətlərimizin ən yüksək səviyyəsini hal-hazırda nümayiş etdirir. Yer gəlmişkən Almaniyada Prezident İlham Əliyevin Xarici Məsələlər üzrə köməkçi Hikmət Hacıyevlə bağlı bir görüntü yayıldı. O bizim radikal və söyüş blogerləri kimi adlandırdığımız şəxslərdən biri Turab Sadıqlıya belə qısa bir söhbət oldu və orada belə bir cümlə işlətdi ki, ən çətin iş vətənə xəyanət etməkdir. Siz də bunu eləyirsiniz və mənim sizə yazdığım gəlir. Bunu ifadə işlədi. Yəni kifayət qədər düzdür, qarşı tərəf cavab vermədi ümumiyyətlə. Yəni bu məsələ əslində veriləcək bir cavab da yoxdur. Çünki biz hətta Qarabağ müharibəsi dövründə belə onların sonra bayaq dediyimiz Avropa Şurasının Azərbaycan əleyhinə qəbul elədiyi qətnamədə necə iştirak elədiklərinin də görüntüsü var. Ona necə Azərbaycan əleyhinə çıxan qətnaməyə necə sevindiklərinin də görüntüsü var. Yəni bunlar faktı uzaq keçmişdə deyil, yaxın keçmişdi. Bu məsələlər yəni kifayət qədər önəmli bir əslində mesaj vermiş oldu həmin o söyüş blogerlərinə. Sizcə bu məsələlər onlara müəyyən qədər təsir edə biləcək? Onu proqnozlaşdırmaq biraz çətindir. Amma sadəcə olaraq münasibətimizi, fikrimizi bildirmək istəyərdik. İstər ölkə xaricində olan blogerlər, istərsə də elə ölkənin daxilində yaxşını qoyub pisi yazmağa çalışan bəzi dırnaqarası deyək ki, siyasilər və yaxud mətbuat nümayəndəsi kimi özünü təqdim edənlər, yəni həqiqətən də müəllimin də dediyi kimi, vətən elə bir anlayışdır ki, vətənin ağı-qarası olmur. Vətən heç kimi belə deyim ki, bölmür kimliyinə görə. Vətən hər kəs üçün vətəndir və boşuna biz ana vətən deyirik. Biraz publisistikaya bəlkə qaçacağım biraz, amma bu həqiqətdir. Vətən hamımız üçün vətəndir. Bu torpaq hər birimizin torpağıdır, vətənidir və vətənin sabitliyi, vətənin rahatlığı, vətənin firavanlığı, vətənin təhlükəsiz gələcəyi hər birimiz üçün əhəmiyyətlidir. Və bugün nə edilirsə, hər birimiz üçün edilir bu ölkədə. Və istər xarici siyasətimizdə, istər daxili siyasətimizdə, yəni buradan hər bir Azərbaycan vətəndaşına pay düşür və yaxşı və pis günlərimiz də hamımıza aiddir. Mən biraz belə çox xırdalayıram bu məsələni və ona görə də vətənin yaxşı gününə sevinmək lazımdır. Yəni bir ailənin içərisində yaxşı, müsbət bir hal olanda necə hər birimiz seviniriksə, hər bir vətəndaşımız da düşünürəm ki, hər bir uğurumuza bu şəkildə sevinməlidir və vətənin acı günündə, çətin günündə də yenə də bir yerdə olmağı bacarmaq lazımdır. Tam əksinə, deyək ki, yaxşıya pis, pisə yaxşı demək bu vətəndaşlıq mövqeyi deyil, bir mənalı olaraq. Və yenə də deyirəm, bu daxildəki yanlış informasiyaları yazan və ötürənlərə də aiddir. Eyni zamanda vətəndən özünü belə deyim ki, uzaqda görüb vətənə hədiyyanlar yağdıranlara da aiddir və ona görə də yəni bunlar gəlişi gözəl sözlər kimi qəbul edilməsin. Bu vətən həqiqətən hamımızındır. Bu vətənin ayağına dəyən bir daş, bu vətənin dəyərlilərinin ayağına dəyən bir daş, düşünürəm belə birbaşa hər birimizin qəlbinə dəyir. Çox maraqlı bir məqama toxundunuz. O birlik məsələsində, çətin günlər məsələsində biz 44 günlük Qarabağ müharibəsi dönəmində bu xalqın necə birləşdiyini, bir olduğunu, dövlət və xalq birliyi, bütün siyasi partiyalar, vətəndaş mövqeyindən asılı olmayaraq hər kəs yəni bir mərkəzdə, bir amala xidmət edir. Çox gözəl, möhtəşəm bir tarix idi o. Mən hesab edirəm ki, bu mənim subyektiv fikrimdir. Bu zəfərin, qazanılan qələbənin bir hissəsi də məhz bu birliyə payına düşür. Bu çox önəmli və vacib məsələdir. Çünki arxa cəbhədə vəziyyət yaxşı olmayanda ön cəbhədə uğur qazanmaq biraz müşkilə çevrilir. Necə ki, biz bunu 90-larda yaşamışıq, görmüşük. Amma bugün biz azad, suveren bir ölkədə yaşayırıq. Qarabağa qayıdış yer gəlmişik. Bugün də məcbur köçkünlərlə bağlı cənab prezident sərəncamı təsdiqlədi. Biz parlamentdə çox müşkilə qəbul eləmişdik onu. Cənab prezident də bugün təsdiqlədi həmin o məsələni. Məcburi köçkün statusu ilə bağlı məsələdir. Mən də kifayət qədər önəmli və zamanında verilmiş bir
məsələdir ki, bu da Doğru. müəyyən bəli bir çox məsələlər var ki, onların həllində çox vacib və önəmli yer tutacaq. Mən ötən gün gördüm Qarabağ qayıdış var idi. Şuşanın Kiçik Qala Dərəsi kəndinə çox möhtəşəm bir mənzərə idi. Yer gəlmişkən bizim kəndlərimizin hamısı gözəldir, amma oranın xüsusi mənzərəsi var. O kənd çox möhtəşəm bir mənzərədir. Amma mən yenidən mövzumuza qayıtmaq istəyirəm Almaniya məsələsinə. Çünki niyə Azərbaycan 16 ölkə ilə, Avropa ölkəsi ilə enerji müqaviləsi var. 14-ünə artıq aktiv şəkildə ixracımız var. İkisinə də bir neçə aydan sonra başlayacaq. Ümumi Avropa İttifaqında 27 ölkə var. Bizim 16 ölkə ilə əməkdaşlığımız var. Bu da 16 plus 50 plus 1% keçir artıq. Bu fərqdə də sadəcə soruşmaq istəyirəm. Sizcə bu Avropanın Azərbaycana qərəzli münasibətini dəyişəcəkmi? Gəlmişəm, bu Avropa deyəndə bütün qurumlar nəzərdə tutulmur. Çünki biz Avropa İttifaqı ilə çox yaxşı əməkdaşlıq edirik. Gəlmişəm, Avropa İttifaqının komissiya sədri von der Leyen də, xanım von der Leyen də Azərbaycana səfərində bu mesajları vermiş oldu. Bizə qərəz nümayiş etdirən konkret ölkələr var. Əslində adlarını çəkə bilərəm. Belçikadır, Hollandiyadır. Yəni bu kimi ölkələr hətta bizi işğalla günahlandırmağa çalışmışdılar qətnamələrində. Təbii ki, o qətnamə kağız parçasından başqa bir şey deyil. Yer gəlmişkən siz də parlament olaraq ona çox möhtəşəm cavabını vermiş Davamlı olaraq oldunuz. biz münasibətimizi Bu haqqında bildiririk. danışmağınızı istəyirəm. Yəni bu Avropanın artıq böyük əksəriyyəti ilə əməkdaşlıq edirik. Yəni 50 plus 1. Bu münasibət dəyişəcəkmi, yoxsa yenə də qərəz davam edəcəksiniz? Bilirsiniz, biz bir ifadə işlətdiniz. Bu üzvlərdən təbii dediniz ki, bəziləri. Bəziləri. Mən amma biraz da düzəliş eləyərdim. Buyurun. Bütövlükdə bəzi Avropa qurumları yox, bəzi Avropa qurumlarının içərisindəki fərdlər, bəzi şəxslər lobbilərin qurbanına çevrilərlər. Təbii ki, öz marağının, üzr istəyirəm, iştahının, dırnaqarası deyirəm, öz gözü doymamazlığının ki, onlar bir şəkildə ələ alınırlar, açıq demək lazımdır. Lobbiçilik fəaliyyətinin nəticəsi olaraq və s. bir neçə şəxs zaman-zaman, bəli, Azərbaycana qarşı heç bir əsası olmayan, qərəzli, iddialı mövqe irəli sürürlər, mövqe ortaya qoyurlar və belə deyim ki, ağlasığmaz iddialar ortaya atırlar, çağırışlar edirlər. Amma hər səfərində də görürük ki, o belə deyil, o içi boş köpük kimi yox olur, gedir, partlayır, gedir. Azərbaycan təbii söylədiniz, Azərbaycan parlamenti çox zamanında öz reaksiyasını verir. İstər geniş şəkildə bəyanatımız olur, istər hər bir deputat demək olar ki, öz mövqeyini bildirir. Başqa cür ola da bilməz. Bayaq dedim, mənim vətənimin bir qarışına dəyən daş mənim qəlbimə dəyir birbaşa. Burada mən məfhumu hər birimizə aiddir təbii ki. Və elə Avropa İttifaqı komissarının bax elə həmin dövrlərdə Azərbaycana gəlişi və elə Azərbaycanda verdiyi bəyanatlar, fikirlər yenə də o qərəzi alt-üst edir, tamamilə yox edir. Gəlmişəm, çox yaxşı məqamı üst-üstə düşməyi. Yəni bu nə deməkdir? Ölkələri təbii ki, ayrı-ayrı 1, 2, 3 nəfərin xəyalları, dırnaqarası düşüncələri, ideyaları idarə edir. Hətta arzuları, heç vaxt baş tutmayacaq xəyalları. Ölkələri təbii ki, dövlətlər, dövlət rəhbərləri, onların layihələri, onların həyata keçirdiyi siyasət, strategiya idarə edir. Xalqları da eyni zamanda və həmin ölkələrin deyək ki, qanunları, həmin ölkələrin konstitusiyaları idarə edir. Və oturuşmuş qanunlar, oturuşmuş qaydaları 1, 2, 3 nəfərin fikri heç bir zaman dəyişdirilməz. Eyni zamanda münasibətləri və bu münasibətlərin bir kökü var, bir təməli var. Azərbaycana böyük bir etimad var, inan var, gələcəyinə böyük bir ümid var və eyni zamanda Azərbaycanın da bütün dünya ilə balanslı şəkildə həyata keçirdiyi bir siyasət var. Belə deyim ki, tutduğu bir istiqamət var ölkəsi üçün, xalqı üçün. Ona görə də burada biraz ifadə bəlkə yaxşı çıxmayacaq, bir dəyirman öz işindədir, çax-çax başarıdır. Həmin məsələdir, yəni kimsə nəyəsə nail ola bilməyibsə, kimsə hansısa şəxsi marağı təmin olunmayıbsa, tətmin olunmayıbsa həmin adamın hansısa bir arzusu, istəyi, bu o demək deyil ki, həmin adamın və yaxud həmin şəxsin və yaxud da hansısa bir qurumun dedikləri həqiqətdir. Yəni, həqiqət olmadığını hər bir zaman bütün bu ortaya atılan iddiaların sonunda
həm Azərbaycan toplumu, həm də dünya toplumu da görür, şahid olur və Azərbaycanın elə bugünkü doğru yolu, getdiyi düzgün yol, Azərbaycanın uğurları, nailiyyətləri, zəfərləri, elə bax indi haqqında danışdığımız ən son səfər, cənab prezidentin Almaniya səfəri, burada əldə edilən danışıqlar nəticəsində əldə edilən uğur, bunu deməyə əsas verir ki, Azərbaycan düzgün olan yoldadır, Azərbaycan öz yolu ilə uğurla irəliləyir və bu yolda onun dostları, ona inananlar hər bir zaman onun yanındadırlar. Nəzərə alsaq ki, Almaniya Avropanın idarə edici qüvvəsi hesab olunur. Bunu da unutmayaq. Əldə olunan razılıq kifayət və bugün Azərbaycanın həyata keçirdiyi siyasət əgər Amerika Birləşmiş Ştatları tərəfindən dəstəklənirsə, sülh yaratma prosesinə birbaşa Trump özü deyək. Yer gəlmişkən Trump Şuşa Qlobal Forumunda prezidentin Amerika ilə bağlı çıxışını öz sosial şəbəkəsində paylaşmışdı. Bu da önəmli bir detal. Çox əhəmiyyətli məsələlərdir. Bunu unutmamaq lazımdır. Azərbaycan bugün şərqdən qərbə, şimaldan cənuba çox əhəmiyyətlidir. Yerdə gəlir, çox əhəmiyyətlidir, mövqedə gəlir və Azərbaycanın bundan sonraki nailiyyətləri də əlbəttə ki, əminik ki, daha da çox olacaqdır. Əminik, biz də bunu əminik. Mən sizə dərin təşəkkürümü bildirirəm Cəbhət. Dəvətimi qəbul edəcəksiniz. Mən də sizə dəvət üçün təşəkkür edirəm. Dəyərli Cəbhət TV izləyiciləri, hər birinizə dərin təşəkkürümü bildirirəm. Bizi izləyirsiniz, baxırsınız, izləməkdə davam edin. Verir ki, bəyənib paylaşmağı, kanala abunə olmağı da unutmayın. Mən sizlərlə sağollaşıram. Növbəti canlı yayımlarda görüşmək ümidi ilə hələlik.